Hazırda Astaranın Kakaos kəndindəyik. Bir ağır yataq xəstəsi var. Adınız nədir ağsaqqal? Elxan Elxanın problemi neçə yaşınız var dediniz? 65'dəyim. 65 yaş. Yəni çox da böyük yaş deyil. Amma artıq yataq xəstəsidir. Günahkar da özüdür. Şəkər xəstəliyinə vaxtında nəzarət eləməyib. Hal-hazırda gözləri tutulub. Özün dediyinə görə ayaqları tutulub. Ayaqlarda hərəkət var, amma hissiyyat yoxdur. Qollarınızda, əllərinizdə necə keyləşmə var? Olur evde. Əlini mənə ver. Ya onlarda problem değil. Elə baxıram, Sıx bir dənə əlimi sıx. Yaxşıdır. İndi bunu sıx. Gözlərinizin ikisində də tam görmürsünüz, yoxsa yox. nisbət? Deyirəm də ki, indi yavaş-yavaş görsən qaralır. Bu birisi görmürdü, nə oldu? Sol göz tamamilə görmür. Sol göz görmürdü, sağ göz linza qoyulub. Amma yenə görmür. Görürdüm, gəldim xəstəxanada 18 gün görmədim. 18 gündən sonra gördüm, ağı qarada seçdim. İndi görürsüz, görmürsünüz. İndi görmürəm. Yaxşı, şəkəriniz indi neçə olur? Şəkərim olur da 6 olur, çox olur. İnsulin qəbul eləyə 8-9 şəkər olursa, ya insulinin dozası düzgün deyil, ya da bu adam pəri saxlamır. Saxlamamışam, düzgün Bəs deyirəm. yaxşı, gözün tutulandan sonra pəri saxla da, heç olmasa. Bu vəziyyətə düşmüsən, yenə pəri saxlamaq fikrin yoxdur sənin. Ayrı nələr olmalıdır ki, sən biləsən ki, şəkər xəstəliyi səni məhv eləyir, pəri saxlamalısan. Başqa nə olmalıdır, nə hadisə baş verməlidir? Ayaqlarınızı bir hərəkət elətdirin, görüm, hərəkət var. Pəncə ilə məni itələ, elə bir qaza basın. Ay, Elə birdən gəlmir. yox, elə gəlmir də, nə? İtələ. Ayağını itələ. İndi geri çək. Yox, ayaq gəlir, pəncə gəlmir. Bunu itələ. Yox, əlimi itələ. Əlimi itələ. Ayaqlarında ağrı olur. Hadi. Necə olur? Şiddətli ağrı olur, yoxsa göynədici ağrı olur, yoxsa Göynədici. yəni arteriyada da pulsasiya çox zəifdir, çox zəif. Özünüz əlinizdən tutsaq hərəkət eləyə bilərsiniz. Yox, tutmuşuq. Düz dayan, tərpənmə.